Dostlar, yepyeni bir videoyla karşınızdayım. Bu günləri gördüğünüz kimi meşədəyəm və bu günləri sizə meşəni göstərib və qaydalarını başa salacağım. İlk növbədə meşəyə çubuqsuz, məsələn, bunun kimi bir şey siz girmək təhlükəsizlik qaydalarına təmiz ziddir. Niyə? Tutalım ki, buradan gedirsiniz də, ayağınız sürüşdü və yıxıldınız. Ondan sonra tutacaq heç bir şey. Ancaq bu ilə gedəndə, baxın, bax ki, ayağınız sürüşdü və bu ilə qoymusunuz və bu sizi saxladı. Bəs ona görə meşəyə taxta ilə girmək lazımdır. Gəlin və mən sizə bu yolu başa salım. Deməli, bura Ağsunan Çarva kəndində yerləşən bir meşədir. Aşağıda isə İstiləmə bulağı var. Daha sonra sizə göstərirəm. Buradan biraz gedirik. Baxın dostlar, ora meşənin dərinlikləridir. Və sizə onu bildirim ki, bu tərəfdən gelirsiniz də, uçurum bu tərəfdədir. Bu tərəfə qoymaq çox mənasızdır. Çünki ayağınız sürüşdü, bu tərəfə gələcəksiniz. Bu tərəfə getməyəcəksiniz ki. Ona görə də çubuğu sağ əlinizlə götürmək lazımdır. Sol əlinizlə götürmək lazımdır. Mən çox meşə sevən adamam və buna görə də mən hər zaman meşəyə getmək istəmişəm, hər gün. İndi isə gəlib sizə İstiləmə bulağını göstərəcəyik. Deməli dostlar, burada baxın, gördüyünüz kimi belə üzü aşağı yol var. Bu üzü aşağı yoldan çubuqsuz getmək çox təhlükəlidir. Çünki yenə dediyim kimi, ayağınız sürüşsə, sizi saxlaya bilməyəcək. Buradan ayağınız burxula bilər, yaxud ayağınıza sürüşkən bir şey ola bilər və bu sayədə də yuvarlana gedib zədə ala bilərsiniz. Ona görə isə əlimizdəki bu çubuqdan lazımdır. Və dostlar, siz əmin deyilsinizsə taxtdan qoyacağınız yerin təhlükəsiz olmasından. Ona görə də birinci baxın, qoyursunuz belə. Sonra baxın, itəliyirsiniz. Əgər getmirsə, demək ki, taxtanı çox təhlükəsiz bir yerə qoyursunuz. Baxın dostlar, burada 2 dənə yol var. Bu yol daha dik olduğu üçün çox təhlükəlidir. Ancaq o yol o qədər də dik deyil. Ona görə də biz o yoldan istifadə edəcəyik. Baxın, gördünüz, mən ona görə dedim sizə ki, çubuq lazımdır. Məsələn, mən ayağım sürüşdü, yıxıldım və çubuq mənə saxlayır. Dostlar, isitmə yoludur. Buradan biraz da düz çəksək, isitmə bularına çata biləcəyik. Və dostlar, qarşınızda isitmə bulağı var. Bu bulaq həqiqətən çox gözəl bir bulaq. Baxın, bu bulaqda cəmi 1, 2, 3, 4, 5, 6, 7 və 8 dənə axmağa yeri var. Baxın. Deməli, bu bulağın hətta suyu çox soyuqdur. Yəni, bu bulağın isitmə bulağı sözünə aldanmırlar. Həqiqətən çox soyuqdur. Mən bu sudan içəndə boğazım bərk ağlamışım. Suyu içə bilərsiniz, bir qurtum içilir. Məsələn, baxın. Bunu götürdük. Yaxalamaq lazımdır.
Baxın, qırpım getdim. Və stəkan, baxın, bu yerinə qədər içəbilməsin. Suyu çox şirindir, ancaq çox dəhşət soyuqdur. Elə bil buz yerinə buzun elə bil ki soğuk olmasıdır. Ben bir yere koydum. Sağ olun dostlar. Bugünkü videomuz bu kadar. Növbəti videomuzda görüşərik. Yəni bu vlogun həqiqətən suyu çox gözəldir. Sağ olun.